Durusul Lüğatil Arabiyyə kitabından dərslərimiz davam edir. Birinci tapşırıq. Mə həzə, bu nədir? Həzə miftahun, bu açardır. Mə həzə, bu nədir? Həzə kitabun, bu kitabdır. Mə həzə, bu nədir? Həzə qələmun. Mə həzə, bu nədir? Həzə bəbun, bu qapıdır. Mə həzə, bu nədir? Həzə kursiyun, bu stuldur. İkinci tapşırıq. Əhəzə bəytun, deyir bu evdirmi? Lə, xeyr, həzə məscidun, bu məsciddir. Əhəzə miftahun, bu açardırmı? Lə, həzə qələmun, bu qələmdir. Əhəzə qamisun, bu köynəkdirmi? Nəam, həzə qamisun, bu köynəkdir. Əhəzə nəcmun, bu ulduzdurmu? Deyirik. Nəam, bəli, həzə nəcmun. Tapşırıq 3. İqra vəktub, oxu və yaz. Həzə məktəbun, bu yazı masasıdır. Burada həzə cümlənin mübtədası, məktəbun cümlənin xəbəridir. Ərəb dilində bu cümləyə ismi cümlə deyilir. Sadə ismi cümlə bir mübtədadan və bir xəbərdən ibarətdir. Ərəb dilində adətən çox hallarda mübtəda əvvəldə, xəbər isə qeyri-müəyyənlikdə verilir. Onu da deyim ki, ərəb dilində Azərbaycan dilində fərqli olaraq dir şəkilçisi yoxdur. Ona görə ərəb dilində xəbəri qeyri-müəyyənlikdə verirlər ki, bu da diri əvəz edir. Mübtada ilə xəbər arasında cinsə və kəmiyyətə görə mütləq uzlaşma özünü gözləməlidir. Cinsə görə həzənin cinsi kişi cinsi, məktəbun da cinsi nədir? Kişi cinsindədir. Həzə təkdədir, məktəbun da təkdədir. Bax, bu ərəb dilində ismi cümlənin qrammatik uzlaşması mübtada ilə xəbər arasında bu cür olmalıdır. Həzə məscidun, bu məsciddir. Bu da ismi cümlədir.